Burada düzəltdiyimiz təyyarələri uçurmağa gedirik. Sanki çağırsa ellər gedərəm davaya məsələsidir. Kamal asfaltla yaxından tanış olmaq istəyir. Gülay da istəyir, amma sonunda fikrindən daşınır. Uğur deyir, ən böyük, ən hündür təyyarə mənimdir. Burada uşaqlarım səbirsiz olur. Saymağımı gözləmirlər. Sonra biraz gözləyirlər. Yenə də tələsinləri var idi. Gülşən təyyarəsi evdən gəlmişdi. Ona görə də özü kimi bərbəzəkli idi. Burada Fərdin təyyarəsi üstümə gəlir. Vermək istəmirəm. Aramızda söz-söhbət başlayır. Daha sonra Ayla gəlir və ağacın gözəlliyindən danışır. Mənim diqqətli qızım. Burada Ayxan istəyir təyyarəsini başqa ölkəyə göndərsin. Aha, qəza yaşanır orada. Daha sonra biraz əvvəl mənimlə təyyarə davası edən oğlanın təyyarəsi ağacda qalıb. Banu nə etmək istəyir bilmirəm, amma məqsədinə deyəsən çatır. Oturub təyyarənin xilas olma anını izləmək istəyir. Yenə də şagirdlərim tələsirlər, çox səbirsizdirlər. 3-ə qədər gözləməyimi, saymağımı gözləmirlər. Aləm dəyər bir-birinə, kimin təyyarəsi kimə getdi bilinmir. Uğur həddindən artıq çox sevinir. Gülay istəyir atsın yerə, göyə, amma atır yerə. Nəsə hava şəraiti o deyildi.